Bir çox insan narsistlə yaşayıram, necə öhdəsindən gəlim şəklində terapiyalarda da bunu çox görürəm. Özəlliklə narsistlərin həyat yoldaşları müəyyən manipulyasiya texnikaları istifadə edirlər ki, qarşı tərəf bunun qarşısında necə davranacağını, nə edəcəyini bilmir və çox vaxt günahkar vəziyyətə düşür. İlk manipulyasiya texnikası gaslighting olacaq. Burada çox dağıdıcı bir manipulyasiya texnikasıdır. Çünki qarşı tərəfin duyğuları, reallığı qavrama qabiliyyəti, yaddaşı şübhə altına alınır. Sən yenə hər şeyi uydurursan, mən səndən normal danışdım, sən öz-özündən incə şəklində. Burada bir neçə mexanizm işləyir. Birinci mexanizm inkar. Yəni, qarşı tərəfin dediyi sözlər inkar edilir və burada vurğu onun yaddaşına verilir ki, sən düzgün yadında saxlamırsan, sən özündən uydurursan. İkinci mexanizm isə yalan və yaxud da yarım həqiqətdir. Yəni, narsist öz versiyasını qarşı tərəfə yükləməyə çalışır. Mən səni incitmədim, sən özünə əsəbləşdin şəklində bir yanaşma ilə. Üçüncü isə duyğuları dəyərsizləşdirmə olur. Burada daha çox belə ifadələr istifadə edir. Sən çox dramatiksən, sən hər şeyə çox həssas reaksiya verirsən, drama queensən, heç kim sənin kimi reaksiya verməz. Dördüncü isə deyilməyə çalışan, məlumatla, bir sözlə deyilməyə, cümlə ilə deyilməyə çalışan şeyi başqa yerə yozmaq. Sən həmişə belə danışırsan, mən heç başa düşmərəm ki, sən nə deməyə çalışırsan, nə ima eləyirsən şəklində bir qarşı tərəfi günahkar hiss etdirmə şəklində bir mexanizm. Və son mexanizm olaraq da öz dediyi düşüncəni kütləvi bir dəstəklə sanki gücləndirmək, hamı elə düşünür ki, sən çox hirslisən şəklində bir ifadə istifadə edilərək qarşı tərəfi sanki tək başına özü və qarşındakı arasında mübahisə deyil də o səhvdir və bütün insanlar bu mövzuda narsistlə həmfikirdir şəklində bir görüntü yaratmağa çalışır.